Daimi vətəndaşların sosial problemləri ictimailəşdirən Region Tre Xəbər bu dəfə yeni bir layihəyə imza atdı. Region Tre Xəbər info olaraq bölgələrdə bələdiyyələrin iş fəaliyyəti ilə bağlı layihəyə start verib. Region Tre Xəbər infonun bələdiyyələr adlı layihəsinin sorğusunu bu dəfə Cəlilabad rayonunda davam etdiriyor. Gəlin görək Cəlilabad rayonundan seçilən bələdiyyə sərnişinin iş fəaliyyətinə sakinlər razıdırmı? Ərazi ilə seçdiyiniz bələdiyyə sədrini tanıyırsınızmı? Sədrləri tanıyırıq, ancaq sədrlərdən bir də çıxmalı görmürük, eləmirik, baxmırlar da yüksək. Ümumiyyətlə vətəndaşlarla nə vaxt görüşüb onların problemini dinləyir? Onların problemləri dinlənilmir, bir dəfə görüşüblər, dinlənilmir ki, bu ilə yağışa görə, qara görə beləncə idi. Ancaq küçələr belə düzəlmir də qardaş. Bu neçə ildir beləncə biz vurduq. Bu beləncə küçədə məhv hamısı. Bütün yollar bərbad haldadır. Maşınlarımız da həmçinin. Bir də asfaltdan çıxırlar, bütün lehmənin içində gəlirlər uşaqlar, bacısının uşaqları. Bu yolların vəziyyət düşməsi nə vaxtdandır? Yolların vəziyyəti, bu yollar düzələnə sonra da, akor işləyəndən sonra yollar düşür. Gündə biri gəlir, qazır, pozur, gedir, qazır, pozur, gedir. Hal-hazırda burada bax, su kanalizasiyadır, qazdır. Heç biri işləmir, hamısı da sap pişirmişlər, heç biri işləmir. Yalandan qazıblar, çıxıb gedirlər, pulları qoyurlar, hamısı cibinə. Vallahi belə qısa bir gündə məktəbə gedib gəlməyə çox vəziyyət çəkir. Yəni bu artıq 2 aydır, 3 aydır, qış ayı mövsüm başlayan vəziyyət. Hə, bu vəziyyətdədir. Bununla bağlı müraciət edirsinizmi harasa? Ümumiyyətlə gəlib maraqlanırlar, bax sizin bu yaşadığınız az-azaqlı vəziyyətdə, bu yollardan gediş-gəliş çox ağırdır gedib gəlmək üçün. İndi batırmışdıq zülmlə. Bax, ümumiyyətlə ərazi üzrə seçdiyiniz bələdiyyə sədri, sizcə nə kimi işlər görməlidir? Bizim bari xeyir işlərə baxmalı, Baxırmı? Siz torpağa vergi verirsinizmi? Bu torpaq vergisindən nə kimi bələdiyyə istifadə etməlidir? köməlik eləməlidir, yolun var xeyir işlərlə, sıranlar, dağlarla. İndi bax bu yolların vəziyyətini görür. Mən sabah dərs açılacaq, məktəbə gedəcəm. Nə ilə gedəcəm məktəbə? Hansı ayaqqabılarla gedəcəm? Rezin çəkmə geyməliyəm, kaloş geyməliyəm, şagird qabağına çıxmalıyam. Şəhərə gedə bilmirik, məktəbimizə gedə bilmirik, işimizə gündə çıxa bilmirik. Yenə də kömək istəyirik. Ümid edirik ki, inşallah sizin səsiniz İnşallah ümid edirik. Yəni ki, kağıtımız da kağıtı döyür. Hər halda şikayətimiz getməyib, ora getsə, necə lazımdır, elə biləm təmin eləyərlər. Amma həqiqətən şikayət eləməmişik, heç müraciət eləməmişik. İndi siz gəlmişsinizsə dərdimizi deyirik. Yenə təvəkkül Allaha. İnşallah. Yenə kömək istəyirik. Birinci, dövlətimizdən, ikinci, rayonumuzun icra hakimindən kömək istəyirik. Bələdiyyə deyəndə nə düşünürsünüz? Bələdiyyə özümüzə kömək düşünürük. Yəni ki, küçəni düzəltməyə, uşaq gediş-gəlişimiz yaxşı olsun. Sizcə seçdiyiniz bələdiyyə sizin hər hansı bir probleminizi həll yolunda bir iş görürmü? Oğlum, mən bir asfalt idi, yaxşı idi, amma indi yaman gündədir. Məktəbə gedənimiz var, işə gedənimiz var, bərbət gündədir. 5 manat veririk kaloş alırıq, vallahi kaloşu heç bir ay geyməmiş, 10 gün geyməmiş, o da cırılır. Sizcə ərazi üzrə seçdiyiniz bələdiyyə sədri nə kimi işlər görməlidir? Hər iş, nə desək onu, bələdiyyə də. Görürmü? Mən nə deyə bilərəm? Ümumiyyətlə, necə qiymətləndirirsiniz bələdiyyənin iş fəaliyyəti? İş fəaliyyəti küçəmizi düzəlsin, Allah köməklər olsun, dua edirik. Hal-hazırdakı vəziyyət sizi qane edirmi? Yox, indi gör nə gündədir, nətər qane edə bilər.
Cəlilabad rayonunun hansı küçəsidir? Babək küçəsi. Babək küçəsidir bu. Cəlilabad rayonunun Babək küçəsidir. Bir neçə dəfə müraciət eləmişik. Rayon icra hakimiyyətinin müvafiq orqanlarına, bələdiyyə sədrlərinə, ümumiyyətlə hər bir vətəndaşa heç kim baxmır. Burada nə kimi işlər apardılar? Məqsəd nə idi bu qazıntını aparmaq? Qazıntı küçə zadı qazıldı, atam boşun. Kanalizasiya. Kanalizasiya sistemi qoşuldu, sonra su xətti çəkdilər. Asfaltı qaşıdılar, götürdülər tamamilə. Dedilər gətirib qrabil tökəcək, şebenko tökəcək. Nəysə o da alınmadı. Bütün su sistemləri hamısı çəkilib. Lüklər də görürsünüz də başlı yoxdur, üstü yoxdur. Bu vəziyyətdə yaşayır. Yəni burada uşaqlar məktəbə gedə bilmirlər. Qocalar məsələn Daha bir dənə başqa Gedə dostum, bilmirlər. Allah eləməsin biri hüzür düşdü. Burada nətər keçirdi? Heç mərkəzə çıxıram burdadır bu Ha, indi başqa xəstəsiz olanda xəstəni necə buradan belə bax zülüm bunun zülmüdür ki, keçirdə. Bax, bax bir şəraitdə göz qabağında olan şeydir. Bir xəstəmiz, bir hüzürümüz düşəndə biz onu nətər qabrastan qalan, qadan alaq. İlham müəllimi də gəzdirmişəm mən şəxsən. Bələdiyyənin sədri. Nə deyir? Gəlib burada baxıb, deyib düzəldəcək. Gətirib oturbanı, atılıb ora. 2 aydan da çox. 2 aydan da çoxdur, bununla da gedilir. Bax, biz bu vəziyyətdir. Amma bu pay torpağıdır, mənim var. Başqa bunu yoxdur, onu deyə bilmərəm. Mənim çöl torpağım var. Vergi verirsinizmi? Bəli, yoxlaya da bilərlər, hər bir şey. İndi bu vəziyyətdə indi biz kimə deyək dərdimizi? Bir xahiş edirəm, buna bir müraciət edəsin. Özə mən özüm şəxsən başqasını deyəmirəm, mən özüm raykoma getmişəm, 2 yaşın ikisində də. Mənə traktor veriblər, mən qod düzünə danışaqda, digər yüzdə gələnlər. Gəlib bunu çağırtdırmışıq. Üstündən bir 10-15 gün keçmir, bizim qonşu gətirib bunu atıb bura, elə bir elə qaldı. Qeyd edək ki, Cəlilabad rayon ərazisində aparılan kanalizasiya su çəkişi zamanı qazıntılar nəticəsində rayon əksər küçələri bərbad hala düşüb. Bu il payız aylarının kəskin yağışlı keçməsi ərazidə aparılan abadlıq işlərinin gecikməsinə səbəb olub. Belə olan halda rayon sakinləri ciddi narahatçılığına gətirib çıxarıb. Buna baxmayaraq ərazinin bir neçə küçələri bələdiyyə tərəfindən təmir işləri həyata keçirilib. Asim müəllim, bu yolla əvvəl nə vəziyyətdə idi? Əvvəl torpaq yolu idi bura, təzə olduğuna görə. Bura yəni ki, yaşayış yox idi, elə bir küçə deyildi də, böyük, yaxşı küçə deyildi. Prosta ki, yəni elə belə bundan bu cür idi. Qazıntı aparılmışdı mı burada? Burada hə, aparıldı. Qazıntıdan sonra bələdiyyə tərəfindən bura çınqıl qumlar töküldü mü? Yəni buradakı vəziyyət qane edirmisiniz? İndi beləncə olsa əlbəttə ki, yaxşıdır yenə baxmada. Bundan qabaq bu çox bərbad haldaydı. Çox bərbad haldaydı. Yəni keçilməz, yəni qış aylarında, payız aylarında ümumiyyətlə bu küçələrdən keçmək mümkün olmurdu. Bu ki, bu su kanalizasiya təmir işlərindən sonra sağ olsunlar. Yəni gəldilər, düzəltdilər, çox gözəl vəziyyətdədir. Bu yollardakı hal-hazırdakı abadlıq işləri bundan öncə nətər idi? Kanalizasiya xətti çəkdirir, ona görə yollarda düzəlir yavaş-yavaş və beləncə. Əvvəllər nətər idi, əvvəl? Əvvəl belə işlər, sökdülər, düzəltdilər, indi bir işlər belə. Gülverdiyə Qudrət Taftoğlu. Qudrət müəllim, siz Cəlilabad rayon sakinsiniz də? Cəlilabad rayon Həzrətsəmanov 95 nömrəli evdə yaşayıram. Həmin bu küçədə. Siz bələdiyyənin fəaliyyətinə bağlı nə deyə bilərsiniz? Bələdiyyənin fəaliyyətindən biz nə deyə bilərik? Lap qəşəng. Bizim bələdiyyəmiz gözəl bələdiyyədir, özü də karımıza gələn insandır. Nə də tələb eləmişik verir. Allah canlarını salamat etsin. Həzrət Aslanov küçəsinin sakini Kərimov Mehdi. Mehdi müəllim, bundan əvvəl sizin küçələrin vəziyyəti nə yerdə idi? Küçələri gördüyünüz kimi bütün respublikada olduğu kimi bizim də Cəlilabad rayonunda tikinti abadlıq işləri gedir. Ondan yanaşı bizim də küçədə su kanalizasiya xətti çəkilir. Su kanalizasiya xəttinin çəkilici demək olar ki, tam başa çatır. Gördüyünüz kimi yenilənmiş qaz xəttləri hamısı bərpa olundu. İndi bu su kanalizasiya xəttlərinin çəkilişi ilə əlaqədar təbii ki, hər yerdə olduğu kimi bizdə də yollar qazılır. Bu təbii ki, yerin altı ilə çəkilən bir şeydir. Hal-hazırda ondan da sonra çınqıllanma gördüyünüz kimi üstündə durmuşuq, işləri gedir. Bu ölkədə bu gedən proqramla yanaşı Cəlilabad şəhərində, şəhər bələdiyyəsində bu bizim əraziyə köməklik olur. Gördüyünüz kimi işıqlanma xətti çəkilir. Yəni paralel bütün işlər gedir Allahın köməyi ilə. Mən elə biləm bu yaxın günlərdə
Cəlilabad rayonu Respublikanın ən qabaqcıl rayonlarından biri olacaq. Bələdiyyə deyəndə biz elə bu günləri rayonda harda gəlsə bələdiyyə görükür gözümüzə. Ona görə bu günləri Allah prezidentimizə can sağlığı versin. Biz Cəlilabadlılar həmişə prezidentimizin ətrafındayıq. Bu günləri onun regionlarda abadlıq, quruculuq işlərində rayon rəhbəri Əziz müəllimlə yanaşı bələdiyyənin sədri, bələdiyyənin işçiləri də çiyin-çiyinə çalışırlar. Region Xəbər info olaraq Bələdiyyələr adlı layihəsinin sonrasına Cəlilabad rayon bələdiyyə sədri İlham müəllim aydınlıq gətirdi. Region Xəbər info olaraq Bələdiyyələr adlı layihəmizin sonrasını bu səfər Cəlilabad rayonuna davam etdirdik. Rayon üzrə bir çox küçələrdə biz vətəndaşlarla görüşdük, onların sorğusunu bildirdik. Deməli, rayonda sakinlər çox narazılıq edirlər yolların bərqərar vəziyyətində olmasından. Eyni zamanda yollarda Vüqar Mürsəlov küçəsi idi, Babək küçəsi idi. Bir də Abbasova, Azərtürk küçəsində həqiqətən vəziyyət orada. Babək küçəsi təmir olunub. Yox, biz orada olduq, çəkilişdə vardı. Babək küçəsi bir sənə xəstəxananın arxa tərəfi. Babək küçəsi tam bu qrabilinə təmin olunub. Qətiyyən. Yəni siz özü də baxa bilirsiniz, kadrları biz təqdim edə bilərik. Niyə baxar olunub? Yəni orada vəziyyət olduqca azlanacaq oldu. O deyilin, Akord yanı qazı bu ilki yanı bu işdir. Özdəki başa çatmamışdır. Hansı yerdə ki kanalizasiya sistemi qazılıb, Stalicədə su, yəni eyni zamanda iki iş gedir Cəlilabadda bu dəqiqə. Həm kanalizasiya qazılır, həm də ki su, içməli su üçün xəttlər çəkilir. O xəttləri tamam başa çatmayanda, hər ikisi başa çatmayanda orada qrabillə tökməyə mümkündür. Yəni tökürsə də səhərlər yenə qazılmalıdır. Ona görə də nəzərdə tutulub ki, bu hansı küçələrdə bu işlər başa çatıb, həmən küçələrdə gecə-gündüz, gecə saat 2-yə kimi, yəni bu son yağışlardır. İndinin özündə Cəlilabadın neçə küçəsində yəni bu qrabil vurulur, döyülür, özdə belə çox yüksək səviyyədə yol çəkilir. Gördüyünüz o yollardan da ən azından biz, mən o 7 nömrəli yaşayış masivi, sonra park ərazisinin yaxınlığında olan küçələrdə demək ki, o qazıntı işi, yəni həm su xəttləri, həm kanalizasiya sistemi qurtarmış yerlərdə yüksək səviyyədə yol çəkilir. Bu havanın yağmurlu olması bir qədər işi ləngidir. Yəni bunun o yağmurlu vaxtı görmək mümkündür. Yəni heç cürə mümkün olmur. Mənim üzr istəyirəm, sadaladığım o küçələrlə bağlı yaxın günlərdə kimi tədbir görmək? Yaxın günlərdə hava açdı, dayanan kimi, yəni bu yağış dayanan kimi həmən küçələrdə saat 2-yə kimi əgər imkan olub gəlib baxsınız, gecə saat 2-yə kimi rayonun bütün aktivləri, rəhbərli hamısı orada olur. O küçələrdə olan o kanalizasiya sistemləri, axan suların qarşısı alınır və həmən yerə qrabil tökdükdən sonra ağır yol döyən maşınlarla onu döyüb bərkidilir ki, yəni yüksək keyfiyyətli yol alınsın. Mən onu bu başdan sizə deyirəm, mənim o gördüyüm, həmən o görülən işlər ki var, heç Cəlilabadda o əvvəlki vaxtı belə yol olmamışdı. Yəni düzələn küçələrdən söhbət gedir. Amma qalan işlər, yəni yüksək sürətlə, hava imkan versə, mənə elə gəlir ki, bu illər Cəlilabadın 70-80% kəndində, belə küçələrində qrabil işi, yəni qum işləri qutaracaq. Buna yüksək səviyyədə, yəni bütün rayon, bütün aktivlər bu işə cəlb olunur. Yəni bütün texnikalar, ondan sonra bütün işlərdə buraxılıb ancaq bu küçələrin abadlığı, cəmaatın hərəkəti, belə deyək ki, təmin olunması üçün. Amma müəyyən bu işlərin gecikməyində son, bax bu 2 ayın havanın sərt keçməyi, yağıntılı keçməyi bu işləri, özünüz də bilirsiniz, Cənub bölgəsi bu illəri yağıntı həddən artıq normadan yüksək düşür. Bunu televizorda da verilir, ondan hidrometeorologiya idarəsində məlumatlarından məlumat çıxır ki, həddən artıq. Bir ayın içərisində, 3 gün içərisində Cəlilabadda bir ayın norması yağmışdır. O həmən günü
bəndin uçmaq təhlükəsi filan, bunların hamısı da yüksək səviyyədə qarşısı alındı. Heç bir xətərsiz bu problemlər həll olunur. Yaxın günlərdə bu işlər Allah bilsə öz həllini tapacaq. Üzr istəyirəm, bu vergi məsələsi nətər? Yara bilirsinizmi vergi? Vergi, yəni 2014-cü ilin dekabrın 31-nə kimi bizdə vergi şöbəsi var idi. Yeni qurum yarandığına görə bizdə vergi şöbələri ləğv oldu. Bütün yerlərdə olduğu kimi Cəlilabad Bələdiyyəsində də biz lazım olanda, yəni qrafiklə həmən yaranmış quruma müraciət edirik, bələdiyyə vergi ilə bağlı yaranan quruma. Onlar işçiləri bizə verir. İndi özdə artıq bələdiyyədən ödənilmir. Pullar banklar vasitəsilə, poçt vasitəsilə, rayonda ərazi böyük olduğuna görə haradasa poçt ərazisinə yaxın olan adamlar poçta, bank yaxın olan adamlar banklara köçürülür və bu cürə yəni vergilər yığılır. Təbii ki, bu çətinliklərimiz var. Əvvəlki yığımdan indi müəyyən qədər təzə olduğuna görə problemim var da işimizdə. İndi işləri olan kimi belə nizama qoyub təzə növbəti ildə bütün o çatışmamazlıqları aradan qaldıracaq. Vergidən yığılan pulları təyinatı üzrə hara xərcləyirsiniz? Demək, işlətdiyimiz artıq bizdə 18 nəfər işçi var idi. Bu vergi sistemi ləğvi ilə bağlı nətər ixtisar getdi işimizdə. 10 nəfər ştat üzrə işçimiz vardır. Bir hissəsi işçilərin əmək haqqına, sonra imkansız ailələrə, şəhid ailələrinə, Qarabağ əhalilərinə demək yardımları olunur. Yəni onun müxtəlif miqdarlarda olur, yəni hamısına eyni qaydada olunur, yəni müxtəlif miqdarlarda olur. Oruclu bayramında, Qurban bayramında, yəni müəyyən bağlamalar həmən ailələrə bağlıdır. 200 nəfərdən yuxarı ailəyə biz maddi yardım göstərə bildik. Yəni. Ondan da sonra mütəmadi olaraq, məsələn gəlir, vətəndaş müraciət edir, imkan daxili olaraq demək ki, maddi yardımlar göstərilir. Region Xəbər İnfonun bələdiyyələr layihəsinin sorğusu davam edir. Murad Hüseynli, Kamran Kamiloğlu, İlham Seyfiyev, Region Xəbər, Cəlilabad.